Yanma sindromu nədir? İndi onun haqqında tanışacağıq sizlə. Bunun ilk əlamətləridir, stres və tükənmə arasındakı fərqliliklərdir, risk faktorlarıdır. Bunun haqqında indi danışmaq istəyirəm. E, Yanma sindromu uzun müddət iş mühitində, iş stresi nəticəsində e, yaranan fiziki, emosional və zehni tükənmişliyə deyilir. Fikir verdinizmi nə saydım? Fiziki, emosional, zehni. Bu üç komponent bizi insan eder. Ayaq üstündə durmağımıza, duyğularımızın aktiv olmasına yardım edəcək şeylərdir. Bunların üçü də bizdə çökür. O zaman bu yanma hesab oluna bilər. Tükənmişlik vəziyyəti sadəcə yorğunluq deyil. Birdən kimsə indi yorğun ola bilər, düşünməsin ki, mən yəqin ki, tükənmişəm. Xeyr. İndi yorğunsansa, sən bir müddət sonra dincəlirsən, sonra yorğunluğu alandan sonra özünə gələ bilirsənsə, evə gəlirsən yorğun, axşam bir dənə işlərini bitirib duş alırsan, yatırsan, səhərə tonusla oyanırsansa, pullu iş qabiliyyəti ilə bu yanma deyil. Bu sadəcə yorğunluqdur. Və bu çox yaxşı şeydir ki, insan fizioloji yorulsun. Yanma sindromu ona görə təhlükəlidir ki, insan emosional yanır. Fizioloji yorulmaq nədir ki, bugün sənin əllərin, qolların, ayaqların yorulub, dediyim kimi gəldin, duş aldın, sonra da uzandın, yatdın, yaxşı bir yuxu aldın, doğru bir yuxu rejiminə əməl edərək sabahları sən yenə də eyni qaydada oyana bilərsən, iş qabiliyyətinə davam edə bilərsən, həyati streslərin, çətinliklərin qarşısını ala bilərsən. Ancaq tükənmişlik artıq yalnız yorğunluq deyil, həm də necə desəm doğru olsa, özünə münasibətin, ətrafa münasibətin dəyişməsidir. Buna ən çox depressiya ilə də səhv salırlar. Amma indi depressiyaya giriş etmək istəmirəm. Edərəmsə hər biriniz depressiyaya düşərsiniz. Çünki bizim millətin bir depressiyaya düşmə kimi şeyi var. Gizli arzusu var şuuraltı. Amma biz maskalı depressiya yaşayırıq. Yəni təsəvvür edin ki, hamımız ola bilər ki, depressiyadayıq, ancaq bunu hiss eləmirik.